Deyir ki, ana qızından 3 dəfə böyükdür. Yazırıq ana. Burada yazıram qız. Qızın yaşı x-dırsa, ananın yaşı olacaq 3x. Bu formada yazdıq biz bunu. 9 ildən sonra o qızından 2 dəfə böyük olacaq. 9 ildən sonra ana da böyüyür və qız da böyüyür. Bunların yaşını bərabər etməkdən ötəri qızın yaşını 2-yə vururuq ki, ananın yaşını gəlib çatsın. 3x üstə gəl 9 bərabərdir x plus 9 vuraq 2. Buradan 3x üstə gəl 9 bərabərdir 2x üstə gəl 18. O zaman 3x, 2x'i keçdim bu tərəfə oldu x bərabərdir 9-a. 9'u getdi, 18'dən 9 çıxdı, məndə 9. Ananın indi yaşı, ananın hal-hazırdakı yaşı 3x-dir. Çünki hal-hazırda ana öz övladından 3 yaş böyük olduğundan ana olacaq 3x. Yəni 3 vuraq 9, 27. İndi düzdür. Aydın oldu.